Çox sağ olun, hörmətli Sahibə xanım, əziz həmkarlar. Mədəniyyət haqqında qanuna dəyişiklik layihəsi konseptual baxımdan çox önəmli məqamları əhatə eləyir. Məlumdur ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında yaradıcı sənayinin inkişafına dəstək əsas hədəflərdən biri kimi göstərilib. Həmçinin Azərbaycan Mədəniyyəti 2040, Azərbaycan Respublikasının mədəniyyət konsepsiyasında mədəni və yaradıcı sənayinin inkişafı ilə bağlı dövlət proqramı layihəsinin hazırlanması, mədəni və yaradıcı sənayinin dinamik inkişafını təmin edən qanunvericilik və institusional islahatların həyata keçirilməsi, maliyyələşdirilməsi mənbələrinin diversifikasiyası, bu sahəyə investisiya qoyuluşu və təşviq imkanlarının, habelə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, müqayisəli üstünlüyə malik sahələri üzrə dəyər zəncirinin formalaşdırılması, milli brendlərin yaradılması, kino sənayesində dövlət sifarişli sisteminin, dəyər zəncirinin, o cümlədən kütləvi nümayiş və yayım sisteminin təkmilləşdirilməsi, filmlərin dublyajı ekosisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Amma mədəni və yaradıcı sənaye nədir, hələ də qanunvericilikdə anlayışı yox idi. Bu mənada məsələyə qanunvericilik səviyyəsində anlayışın verilməsi, o cümlədən mədəniyyətə və yaradıcılığa əsaslanan iqtisadi fəaliyyətə dair qanunvericilik səviyyəsində tənzimləmənin hədlərinin dəqiqləşdirilməsi çox vacibdir. Eyni zamanda məsələnin siyasi-mənəvi tərəfi də göz ardı edilməməlidir. Ortada cənab İlham Əliyevin fəaliyyət nümunəsində və müəyyən etdiyi tezislərdə özlüyündə çox uğurlu yol xəritəsi var. Sir deyil ki, tarix boyu Azərbaycan xalqına edilmiş ən böyük pislik yəqin ki, inam və ümidin qırılmasına yönəli imperialist siyasət olub. Düzdür, cənab İlham Əliyev böyük səfərimizlə, böyük qayıdış, böyük quruculuqla, kökü son 2 əsrə dayanan bu tendensiyaya son qoydu. Amma çox təəssüflər olsun ki, hələ də müxtəlif adlar altında, istər siyasi səviyyədə, istər humanitar, istər sosial istiqamətlərdə yenə də xalqın milli kimliyinin, dəyərlərinin, birliyinin hədəfə alınması cəhdlərinə biz şahidlik edirik. Məsələn, bugün bəzi efirlərin bir şizofren xəstəsinin yuxusuna bənzər verilişlərlə, aparıcılarla, ictimai əxlaq və mənəviyyata zidd tendensiyalarla dolması, məişət həyatının yol verilməz ailə münasibətlərinin ən pis nümunələrinin ekrandan təlqin olunması, 80 yaşlı alimin elmi irsinin yox, iclasda mürgüləməsinin daha maraqlı olması, idarəetmə aparatının qəsdən nüfuzlulaşdırması cəhdləri, bunların hamısı qəbul edilməz nümunələrdir. Lakin təbii ki, Azərbaycan dövləti bu kimi negativlərə hər zaman hazırlıqlıdır və adekvat tədbirlər görmək imkanlıyıq. Yəqin ki, dövlət başçısının Xocalı ictimaiyyəti ilə görüşü zamanı Xocalı sakinlərinin çıxışlarını izlədiniz. 9 yaşından həyatı, uşaqlığı, gəncliyi oğurlanmış, əsrlik dövrünün vəhşi işgəncələrinin, hələ də şuurunun dərin qətlarında əzabla yaşadan insanın nəhayət biz üzünün, ürəyinin güldüyünə şahidlik edik. Bu əslində gözəl mənəvi bərpa, adaptasiya nümunəsi idi. Açıq desək, Xocalıların həyata reinteqrasiyasının 10 illər sürəcəyini düşünürdük. Cənab İlham Əliyev ən həssas əhali qrupu olan Xocalıların mənəvi bərpasını cəmi 5 ilə bərqərar etmiş oldu. Böyük mədəni yaradıcılıq nümunəsi olan Xocalı soyqırımı memorialı da həm sağlam ümidin, həm inamın, qətiyyətin, zəfərin simvoluna çevrildi. Bu mənada əgər mədəni yaradıcı sənayedən danışırıqsa, yaradıcı sənayenin, o cümlədən müəlliflik hüququna əsaslanan sahələrin ümumi daxili məhsulda xüsusi çəkisinin davamlı artması, yaradıcı sənaye ilə məşğul olan sahibkarlıq subyektlərinin gəlirlərinin artması, o cümlədən yaradıcı sənayenin inkişafına investisiya qoyuluşunun stimullaşdırılması məhz qeyd edilən dəyərlərin qorunması fonunda həyata keçirilməlidir. Çox sağ olun.